Deməli, bugün mən sizə present perfect öyrədəcəm, bir də past perfect. Bütün zamanları keçib qutarmışıq biz. Yeganə ikisi qalıb, bu haqda da məlumat verəcəm ki, tam başa düşəsiniz. Present perfect indiki bitmiş zamandır, past perfect isə keçmiş bitmiş zamandır. İndiki bitmiş zaman düzəltməkdən ötürü biz have-dən, has-dən istifadə edirik və feilimiz olur. Feilimiz qaydalıdırsa, onun sonuna et şəkilçisi artırırıq. Qaydasızsa, biz qaydasız feilləri öyrənəndə üçüncü forma var idi. Speak, spoke, spoken, go, went, gone. Yəni üçüncü formasından istifadə edirik. Və have-lə has-in fərqi. Hamı bilir ki, has işlənir üçüncü şəxsin təkində. Yəni he-də, she-də, it-də və bütün tək isimlərdə. Digər hallarda isə have işlənəcək. Nümunə vermişəm. Bir qaydalı feilə aid, bir də qaydasız feilə aid. Baxın, I have finished. Bu indiki bitmiş zamandadır. He has written, bu da indiki bitmiş zamandadır. Have ilə has burada fərqləndir şəxsimizə görə. Bir də təkrar edirəm. Has işlənir üçüncü şəxsin təkində, yəni he-də, she-də, it-də və tək isimlərdə. Digər hallarda isə biz have-dən istifadə edirik. Feillərimizin biri edlə, biri bu formada olmasına səbəbi finish qaydalı feil olduğu üçün ona ed artırmışam. Bu isə qaydasız feildir, kökündən dəyişilir. Üçüncü forması written olduğu üçün bu formada yazmışam. İndiki bitmiş zamanın sualını düzəltməkdən ötürü biz have-i keçirdirik cümlənin əvvəlinə. Have you finished? Sən bitirmisən. İnkarını düzəltməkdən ötürü isə have-dən, has-dən sonra not inkar hissəciyi artırırıq. I haven't finished. Yəni, başa düşün ki, uşaqlar, belə bir kompleks, belə bir birləşmə harada görsəniz, bilin ki, bu indiki bitmiş zamanda. Bəs bu zamanı işlətmək üçün biz hansı göstəriciləri tanımalıyıq? Yadınızda qalsın ki, bu zaman forması müstəqil işlənir. Heç vaxt bucaq cümlələrin tərkibində görə bilmərsiniz. Və özünün də yetəri qədər zaman zərfi var. Görürsünüz, bunlar hamısı bu zamanın göstəriciləridir. Yəni, bu zaman işləmək çox asandır. Əgər sən bu zaman zərflərini əzbərləmisənsə, görən kimi dərhal indiki bitmiş zamana müraciət edəsən. Today, bugün, this, bu birləşmələri harada, this bu deməkdir, bu həftə, bu il, bu birinci gün gördürsə, bir ki, present perfect götürəsən variantlarda. Evə, heç deməkdir, sual cümləsində işlənir, ancaq sualda işlənir. Already, artıqdır, just, indicədir, yet, sual və inkar cümləsində işlənir. Əsasən inkarda işlənir, sualda da işlənir, amma ən çox yeti inkarda verirlər. Since, dan, dən, bəri deməkdir. Uşaqlar, bayaq biz bağlayıcı bölümündə since barədə danışdıq. Bir də uşaqları çaşdıran məqam budur ki, məsələn, since last year birləşməsi görəndə uşaqlar last year-ə görə qaçıb sadə keçmiş zaman götürürlər və yaxud da 1990 görəndə. Çünki bunlar sadə keçmişin göstəriciləridir. Amma bir yerdə ki, since işlənibsə, siz artıq bilin ki, orada siz indiki bitmiş zamandan istifadə eləməlisiniz mütləq şəkildə. For və for a long time, bu da indiki bitmiş zamanın göstəricisidir. Recently-dir, bu yaxınlarda, lately-dir, son zamanlar, tonight isə bu axşam. Bax, bu göstəricilərin hər biri sənə deyəcək ki, mən present perfect-də məni götürərsən. Present perfect-də have-dən, has-dən və yanında mütləq feili olmalıdır ki, o da bu formada olmalıdır.